Hüseyin, Hüseyin, Hüseyin. Hüseyinin adı yani qürbət, yani məzlumluq. Elə ki başını bədənindən ayırırdı, bıçağı qoyanda deyir güldü. Hamı belə izah edir. Deyir ki İmam Hüseyin təbəssüm elədi ki Allaha qovuşur öz yerindən. Amma bundan da üstün bir hal var. Hüseyin dedi ki ilahi mən nəyim vardı verdim, nəyim vardı verdim. Minnət qoymur. Məqsədi var bu sözü deməkdə. İndi növbə sənindir. Növbə sənindir ya mənə cənnət ver xeyr. Növbə sənindir ki mənim bu qanım vasitəsilə başda hidayət eləmək insanlar. Bu günü görüb sevinirdi və bu günü. Görürdü ki milyonlar axşacaq məclisdə təmizlənəcək, günahdan qayıdıb gedəcək ki mənim qanımın tökülməyi vasitəsilə bir rəhmət qapısı açılıb ki insanlar hidayət olur. Bəziləri qınayır bu məclisləri. Get otur statistika apar. Neçə nəfər adam mənim özümə yazıb ki Məhərrəm ayında hidayət olmuşam. Heç bir ay bu qədər hidayət eləmir. Rəhmət çünki çox nazil olub yerə bu ayda.